Yaxşı, biz sizinlə keçdik söz birləşmələri. Söz birləşmələrimizin neçə növ var idi? 2. İsmi birləşmələr və fe'li birləşmələr. Deməli, ismi birləşmələri keçdik. Dedik, əsas tərəfi hansı nitq hissələrindən ifadə olunanda? Yəni, isim, sifət, say, əvəzlik, zərflə ifadə olunanda ismi birləşmə deyirdik. Amma əsas tərəfi fe'lin təsriflənməyən formalarından ifadə olunanda biz onun fe'li birləşmə deyəcəyik. Fe'lin təsriflənməyən formaları hansılardır? Məstər. Biraz bir işləndirin. Məstər. 2. Fe'li sifət. 3. Fe'li bağlama. Yəni, uşaqlar, əsas tərəfdə bunlar gələn zaman və asılı tərəfdə də nə gəlirsə gəlsin fərqi yoxdur. 2 dənə söz birləşəndə biz deyirik fe'li birləşmə. Fe'li birləşmələrin ikinci adı da var. Tərkib. Fe'li birləşmələrə nə də deyirlər? Fe'li tərkiblər də demək mümkündür. Deməli, bəzən olur ki, fe'li birləşmələr birinci tərəf hərəkətin subyektini, hərəkətin obyektini, hərəkətin zamanını, hərəkətin tərzini, miqdarını, yerini bildirməsi mümkündür. Məsəl üçün deyirəm, müəllim, danışanda. Müəllim danışanda bir fe'li birləşmədir. Əsas tərəfi hansıdır? Danışanda sözü. Asılı tərəfi hansıdır? Müəllim sözü. Bu asılı tərəfdir. Bu əsas tərəfdir. Əsas tərəfi fe'li bağlama ilə ifadə olunur, asılı tərəfi isimlə ifadə olunubdur. Və asılı tərəf əsas tərəfin hərəkətinin subyektini bildirir. Yəni, danışan hərəkətini kim icra edir? Müəllim. Obyekt də bildirə bilər. Məsəl üçün, kitabı oxuyarkən. Yəni, bu bir fe'li birləşmədir və yaxud tərkibdir. Fərqi yoxdur. Oxuyarkən bunun əsas tərəfidir, fe'li bağlama ilə ifadə olunub. Kitabı sözü isə təsirli halda olan isimdir. Kitabı oxuyarkən bu işdirsə, kitabı sözü nədir? Obyektidir. Deməli, bunun asılı tərəfi hərəkətin obyektini bildirir. Və yaxud da deyirəm ki, 3. Hərəkətin yerini bildirmək. Məsəl üçün, sinifdə summativ yazmaq. Bax, yazmaq sənin işindir. Summativ sənin obyektindir. Sinifdə isə sənin işinin bildirdiyi yerdir, görüldüyü yerdir. Deməli, bu sinifdə sözü əsas hərəkətin əsas tərəfi nəyini bildirir? Yerini bildirir, düzdürmü? 4. Zamanını da bildirə bilər. Məsəl üçün, deyirsən ki, dünən görəndə. Yenə, əsas tərəfimiz nədən ibarətdir? Görəndə fe'li bağlamasından. Deməli, fe'li birləşmədir və yaxud fe'li tərkibdir. Yaxşı, görəndə deyəndə dünən görəndənin nəyini bildirir? Zamanını. Deməli, asılı tərəf, əsas tərəfin zamanını bildirən fe'li birləşmədir. Başa düşdük? 5. Məsəl üçün, deyirəm ki, soyuqdan titrəyəndə. Soyuqdan titrəyəndə ismi birləşmədir, fe'li birləşmə? Fe'li. Nə bildik? Əsas tərəf fe'li bağlama olduğuna görə. Düzdürmü? Bəs birinci tərəf, yəni asılı tərəf, əsas tərəfin nəyini bildirir? Soyuqdan titrəyəndə. Səbəbini bildirir. Soyuq olduğu üçün titrəyəndə. Yəni, soyuqdan titrəyəndə nə bildirir? Əsas tərəfin səbəbini bildirir. Başa düşdük? Deməli, asılı tərəflər onun subyektini, obyektini, yerini, zamanını, səbəbini bildirə bilər, kəmiyyətini də bildirə bilər. Məsəl üçün, 6. Deyirəm ki, bir qədər danışmaq, bir qədər gülümsəmək. Bir qədər gülümsəməkdə fe'li birləşmə yaranır. Əsas tərəf hansıdır? Məstərlə ifadə olunur, düzdürmü? Bunun qabağındakı asıl tərəf onun nəyini bildirir? Kəmiyyətini bildirir də, düzdür? Nə qədər gülümsəmək, kəmiyyət. Əgər qarışdırırsansa ki, hansı mənanı verir? Sual ver. Gülümsəmək, nə qədər gülümsəmək? Qədər sualını sən harada verirsən? Kəmiyyətdə verirsən. Titriyəndə, niyə titriyəndə? Soyuqdan titriyəndə, görəndə, nə zaman görəndə? Dünən görəndə, yazmaq, harda yazmaq? Sinifdə yazmaq. Fikir versən. Yəni, bunun mənasını bilmək üçün suallarını düzgün vermək lazımdır. Deməli, uşaqlar, fe'li birləşmələrin əsas tərəfi hansı hissələrdən ibarət olur? Məstər, fe'li sifət, fe'li bağlamadan ibarət olur. Biz fe'li birləşmələrə həm də nə deyirik? Tərkiblər də deyə bilərik. Deməli, müəllim danışanda əsas tərəfin nəyini bildirdi?
subyektini. Kitabı oxuyarkən əsas tərəf nəyini bildirdi? Obyektini. Sinifdə yazmaq nəyini bildirdi? Yerini. Dünən görəndə nəyini bildirdi? Zamanını. Soyuqdan titrəyəndə nəyini bildirdi? Səbəbini. Bir qədər gülümsəmək nəyini bildirdi? Cəmiyyətini. Tərkiblər deyəndə biz fe'li birləşmələri cümlədə sintaktik təhlil zamanı bir-birindən ayırırıq. Məsəl üçün, deyirik ki, bir dənə nümunə deyək. Öz işini vicdanla görmək hər insanın işi deyil. Hər insanın işi deyil. Belə bir cümlə yazıram. İndi diqqətli ol. Gəl burada birinci xəbəri müəyyənləşdirək. Hər insanın işi deyil. İnsanın işi deyil. Nə? Öz işini vicdanla görmək. Ümumiyyətlə yadımızda saxlayırıq. Fe'li birləşmələr və yaxud da tərkiblər öz qabağındakı sözlərin hamısını özünə tabe edir. Bax, görmək gəldi. Məstərdir də, düzdür. Məstərdirsə, öz qabağında nə qədər söz gəlibdirsə, özünə çəkir, öz qrupuna yığır, birləşdirir və buraxmır. Yəni, görmək hansı nitq hissəsidirsə, onun qabağındakı sözlər də ona tabi olaraq, onunla bir yerdə, onun cümlə üzvünə daxil olub, onun sualına cavab verəcəklər. İnsanın işi deyil, nə görmək. Bu nə sualına cavab verən mübtədadırsa, bunun qabağındakı sözlər də hamısı birlikdə mübtədadır. Bunların xüsusiyyətləri odur ki, qarşındakı sözləri tərkibdən buraxmırlar. Özləri nədirsə, qarşılarındakı sözü də özlərinə tabi eləyib cümlə üzv eləyirlər. Gəl, məsəl üçün, başqa bir cümlə yazaq. Deyirəm ki, sinifə nəzarət etməyi sənə tapşırıram. Yenə məstərləndir, birazdan fe'li bağlama da yazarıq. Tapşırıram. Bax, tapşırıram. Kimə? Sənə. Nəyi? Sinifə nəzarət etməyi. Burada nəzarət etməyi məstərdir, düzdür. Sinif də bunun qabağında gəlibdirsə, sinifi buraxmır. Bunu da özünə tabi eləyərək, özü hansı suala cavab verir, hansı cümlə üzvü olursa, sinif sözünü də özündən bərabər ondan eləyir. Buraxmır. Buna nə deyirlər? Məstər. Tərkibi. Məstər tərkibi nə deməkdir, uşaqlar? Məstər o deməkdir ki, məstər bir dənə sözdür. Amma məstər tərkibi qabağında əlavə bir dənə də söz var. Başa düşdük? Məsəl üçün, oxumaq bir məstərdir, düzdür? Oxumaq nədir? Məstər. Oxumaq sözünün qabağına bir dənə yaxşı qoysam, bu olacaq bunun birləşməsi də söz birləşməsi ya da məstər birləşməsi. O məstər birləşməsinə nə deyirlər? Məstər tərkibi. Məstər nədir? Bir söz. Qabağında başqa söz gəldi, söz birləşməsi yaratsa oldu tərkib. Başa düşdük? Deməli, tərkib deyəndə söz birləşməsi kimi tərkib bərabərdir ən azı 2 sözə. Başa düşdük? Oxumaq məstərdir. Yaxşı oxumaq məstər tərkibidir. Çünki tərkib söz birləşməsi deməkdir. Və yaxud da deyirəm ki, güləndə. Güləndə fe'li bağlamadır da, düzdür? Fe'li bağlama. Amma desəm ki, bərkdən güləndə fe'li bağlama tərkibi. Başa düşdük? Tərkib nədir? Birləşmək də. İsim nədir? Bir dənə söz. İsmi birləşmə nədir? 2 dənə söz. Məstər nədir? Və fe'li bağlama nədir? Bir söz. Məstər tərkibi nədir? Ən az 2 söz. 3 dənə də ola bilər. Məsəl üçün, deyirəm ki, bir dənə də məsələn fe'li sifət yazaq. Deyirəm ki, alacağı. Hansı kitablar? Alacağı kitablar. Düzdür? Alacağı nədir? Fe'li sifət. Bir dənə sözdür və hansı sualına cavab verir? Alacağı kitablar. Hansı kitablar? Bir də deyirəm ki, dünəndən məndən alacağı kitabları əl almayıb. Dünəndən məndən alacağı. Hansı? Bu 3 dənə söz oldu da. 1, 2, 3. Deməli, fe'li sifət tərkibidir. Başa düşdük tərkib nədir?
Tərkib sadəcə olaraq bunların birləşməsidir. Bir dənə söz olanda fe'li, sifət, məsdər, fe'li bağlama deyəsən, birdən artıq söz olanda nə deyəsən? Tərkib deyəsən. Qutarı getdi, bundan ibarətdir. İndi bir-iki dənə cümlə yazaq və o cümlələrə baxaq. Deyirəm ki, buraxılış imtahanından keçmək üçün, buraxılış imtahanından keçmək üçün çox çalışıram. İndi ki, bu cümləni təhlil edək. Çalışıram. Nə qədər? Çox. Nə üçün çalışıram? Keçmək üçün. Bax, bu sənin məsdərindir, düzdür, keçmək üçün. Amma belə bir qayda keçdik ki, məsdər özündən qabaqdakı sözlər buraxmır. Deməli, hamısını birlikdə məsdər tərkibi götürəcək və məqsəd zərfiyi götürəcək. Başa düşdük, nə deyirəm? Məsdər, fe'li, sifət, fe'li bağlama qabağındakı sözləri buraxmır. Özləri nədirsə, o sözlər də ondan olur. Məsəl üçün, bir dəfə bir başqa cümləyə baxaq. Bu səfər olsun fe'li, sifət tərkibi. Deyirəm ki, dünəndən küçədə yandırılan, məsəl üçün, tonqalların külü göyə sovrulurdu. Bax, bala. Daha doğrusu göyə sovrulurdu yox. Sovrulurdu. Hara? Göyə. Nə? Tonqalların külü. Hansı tonqalların? Yandırılan. Görsənmi? Deməli, bu da gəlib bundan olacaq, bu da gəlib bundan olacaq. Hamısı birlikdə təyin götürəsən. Bu nədirsə, özündən qabaqdakı sözlər də ondandır. Başa düşdük? Bu təyindirsə, bundan qabaqdakı sözlər də buna qoşulur bunun dəstəsinə. Olurlar üçü birlikdə fe'li, sifət tərkibi təyin vəzifəsində çıxış edir. Fe'li, sifət tərkibi nə deməkdir? Bax, 1, 2, 3 dənə sözdən ibarət olması deməkdir. 3 dənə sözün birləşib, axırında fe'li, sifət gəlməsi deməkdir fe'li, sifət tərkibi. Başa düşdük? Burada deməli, təyin nə ilə ifadə olunur? Fe'li, sifət tərkibinlə. Tərkib nə deməkdir? Ən azı 2 dənə sözün birləşməsi. Burada da 3 dənə söz birləşib. Bəzən ola bilər ki, əvvəldə gələn sözü tərkibə daxil eləməliyik. Onu da çox asan. Məsəl üçün, müəllim dünəndən yazdırdığı tapşırığı, indi bu cümləyə bax, diqqətli ol. Tapşırığı yoxladı. Bax, bala. Yoxladı. Nəyi? Tapşırığı. Hansı tapşırığı? Yazdırdığı. İndi mənim dediyim qaydaya əsasən müəllimi də verməliyik tərkibə. Çünki mən dedim ki, əgər fe'li, sifət, məsdər, fe'li bağlama cümlənin ortasında gələndə özündən qabaq bütün sözləri dartır özünə. Bu formada biz müəllimi də verməliyik, amma müəllimi vermirik. Niyə? Çünki yoxladı. Kim sualına, xəbərin kim sualına cavab verir? Müəllim mübtəda olur. Yoxladı. Nəyi? Tapşırığı. Kim? Müəllim. Hansı tapşırığı? Dünəndən yazdırdığı. Bəs müəllim, mən hardan bilim ki, birinci sözü biz tərkibə verəcəyik, yoxsa verməyəcəyik? Xəbərin sualına cavab verirsə qabaqda duran söz, tərkibdən çıxardasın. Xəbərin sualına cavab vermirsə, tərkibdə qalacaq. Məsələn, bu tərkibdə qaldı. Fikir ver. Dünəndən sözünü biz ayırmamışıq. Gəl baxaq. Dünəndən sovrulurdu. Dünəndən sovrulmur deyil. Dünən yandırılmışdı hələ tonqallar. İndi sovrulur göyə. Görsən, sovrulurdu xəbərinin sualına dünəndən cavab vermir. Ona görə bu tərkibə gedir. Amma yoxladı kim? Müəllim özü ayrıca suala cavab verir. Ona görə də müəllim sözü tərkibə daxil deyil. Gəl başqa bir dənə də cümlə yazaq. Deyirəm ki, Əli səhər tezdən, nə bilim, səhər tezdən, yox, Əli səhər açılanda gözlərini açdı, ya yuxudan qalxdı, fərq yoxdur. Yuxudan qalxdı. İndi burada Əli sözünü biz tərkibə verəcəkmi? Yuxudan qalxdı. Kim? Əli. Nə zaman?
Səhər açılanda. Bax fikir ver. Yuxudan qalxdı xəbərinə əli kim sualına cavab verir. Bəli, ayrıcı suala cavab verir və mübtəda olur. Onda sən bunu tərkibə vermirsən. Amma belə bir cümlə yazdım. Əli yuxudan oyananda, Əli yuxudan oyananda, tutalım ki, zəngli saat yenicə səsləndi. Səsləndi nə? Ay sağ ol. İndi buna bax. Səsləndi nə saat, nə zaman, yenicə, hansı saat, zəngli saat, nə vaxt Əli yuxudan oyananda. İndi burada deyə bilərsiniz ki, müəllim, burada Əli mübtəda oldu, biz onu tərkibdən çıxartdıq. Bunu da çıxarda bilməzdikmi? Get yoxlayaq. Səsləndi kim Əli? Əli deyildi axı səslənən. Saat idi. Bax, burada mübtədanı saata vermişik artıq. Əli deyildi səsi çıxardan, saat idi. Ona görə Əli xəbərin sualına cavab vermədiyinə görə, bununla bu əlaqə yaratmadığına görə versən tərkibə. Bir dəfə də birini axırıncı cümləndə yazıram. Məsəl üçün, deyirəm ki, Mərdan atı dirəyə bağlayıb tövləyə keçdi. Tövləyə Burada kim sualına cavab verir? Bir də deyirəm ki, Mərdan atı, eyni cümlədir. Birində götürək, birində yox. Mərdan atı dirəyə bağlayanda Mərdan atı dirəyə bağlayanda atası onu çağırdı. Birincidə götürməyəcək. Belə bir cümlə yazaq. Bax, qulaq as. Keçdi hara? Tövləyə. Kim keçdi? Mərdan. Necə keçdi? Atı dirəyə bağlayıb. Bax, Mərdanı tərkibə vermədik. Niyə? Çünki keçdi xəbərinin sualına cavab verdi. Ona görə bunu neynədik? Bəli, ayrıca mübtəda götürdük. Çünki özü ayrıca suala cavab verir. Amma ikinci cümlədə isə Mərdan atı dirəyə bağlayanda atası onu çağırdı. Çağırdı kim? Atası, kimi? Onu. Nə zaman çağırdı? Mərdan atı dirəyə bağlayanda. Burada Mərdan sözünü artıq ayrıca mübtəda götürmürsən. Niyə? Çağırdı kim? Atası. Mərdan çağırmayıb. Ata çağırıbdı. Mərdan bunun sualına cavab vermir deyə bunu tulluyursan tərkibə. Qutarı getdi. Deməli, uşaqlar, təkrar edirəm. Əgər cümlənin ortasında məsdər, fe'li sifət, fe'li bağlama gəlirsə, 95% hallarda özündən qabaqdakı bütün sözü özünə tabe eləyir. Yalnız o halda eləmir ki, birinci söz xəbərin sualına cavab versin. Xəbərin sualına cavab verən sözü biz tərkibdən çıxardırıq. Cavab vermirsə, veririk tərkibə çıxır gedir. Tərkibdə fe'li birləşmədir. Elə bir çətin bir şey deyil. Sadəcə fe'li birləşmələrin adına tərkiblə deyirik. Qutar getdi. Budur. Məsdər, fe'li, sifət, fe'li, bağlama. Gələndə nə edirlər? Qabağındakı sözü özünün qrupuna daxil edirlər. Həmin o qrupda, birləşmədə tərkib adlanır. Yalnız o halda sözü tərkibə vermirik ki, xəbərin sualına birbaşa cavab verir. Qutar getdi. Dərs budur. Asandır.